Azərbaycan demograf vəziyyətini izah eləyirəm və bu dərslər əsasən statistik göstəricilərdir. Burada məsələn Azərbaycan əhalisinin ümumi artımının illər üzrə dinamikası. Və burada görürük ki, Azərbaycanın artımının ən az olduğu il 2021-ci il göstərilir, ən az buradadır. Sonra yenidən yüksək dinamikanın yəni qalxıb yuxarı. Baxaq. Bu xəritəyə baxaq. Burada ən çox təbii artım olan rayonlar, məsələn, burada Qobustandır, Yardımlı, Cəlilabad, Biləsuvar, burada təbii artım həddindən artıq çoxdur. Yəni, birinci yerdə onların demək olar. Sonra, məsəl üçün, Səlyan, Hacıqabur, bu rayonları göstərmək olar. Sonra, bir də buna baxaq, 2023-cü ilin göstəricinə. Baxın, ölkəyə daimi yaşamaq üçün gələnlər 2,9 min nəfərdir. Amma gedənlər isə ölkəyə daimi yaşamaq üçün gedənlər 1,1-dir. Yəni, Azərbaycanda müsbətdir. Gələnlər daha çoxdur. Sonra, burada müəyyən statistik göstəricilər var. 2023-cü ildə Azərbaycanın əhalisi 10 milyon nəfərdən çoxdur. Və əhali, hazırda əhalinin cins tərkibində qadınların sayının kişilərin sayından az miqdarda üstünlüyü müşahidə olunur. Qadınlar çoxdur. Qadınlar 50,1%-dir, kişilər isə 49,9%. Və Azərbaycanda 2023-cü ildə təbii artım nə qədərdir? 4,6. Yəni, təbii artım birinci tipindəyik. 12 nəfərdən azsa, deməli, təbii artımın birinci tipindəyik, 4,6. Amma burada doğulan uşaqların da 53% oğlanlardır, 47% qızlardır. Bu böyük göstəricidir. Yəni, dedik, qadınlar 50,1%. Kişilər 49,9 deyə qadınların sayı çoxdur. Amma doğulan uşaqların sayı 53% oğlanlardır. Yəni, bəlkə də bir neçə ildən sonra oğlanlar qızları üstələyəcək. Çünki doğulan uşaqlar daha çoxdur. Sonra, yaşlı əhalinin payı nə qədərdir? 11%-dir. Artıq demoqrafi qocalmanın o başlanmasına 12-14%-ə arasıdır da, buna az qalıb. Sonra, orta ömrü müddəti 72,6-dır, bunu əzbərləyə bilərsiniz. Sonra, kişilər 69,9-dur, qadınlarımızı daha uzun ömürlü 75,4-dür. Belə.